5 yıl üzerinden her bir salamlayıram. Ben Asim, bu günleri yeniden yeni bir video ile karşınızdayım. Hal-hazırda saat 8'e işte 23 dakika ve ben bu günleri güya ki saat 5'te oyansaydım. Ve yani ya 5 ya 6 bu gün kurmuştum. Hansında oyansam benim idi. Ama bedenimin belə bir məntiqsiz sistemi var ki, mən saat 11-dən bircə dəqiqə belə olsun gec yatsam, istədiyim vaxt oyana bilmirəm. Yəni vacib bir işim yoxdursa əgər saat 7 üçün falan oyanıram. Amma 11-dən tez yatım, 1 dəqiqə belə olsun tez yatım, mən boy vaxt oyanıram. Saat 3-ə qurum bu dinlikli oyanaram. Yəni, problem yoxdur mənim üçün. Niyə bilmirəm, bədənimdə belə bir qəribə sistem var. Neyse. İndi özümə bir dənə çay sürəm, ondan sonra isə həm günə, həm eləməli olduğum şeylərə, həm də bu vloqa başlayıram. Videonu bəyənsiniz, like, bəyənmirsiniz, dislike ata bilərsiniz, kanala abunə olub zınqrova aça bilərsiniz, öz fikirlərinizi də şərhlər qismində bildirə bilərsiniz. Ümidvaram videonu bəyənərsiniz, xoş izləmələr. Yeah, came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff link, something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit that body, I'm the top. Bizim informatikadan yeni tapşırığımız oydu ki, Codera'dan test 1'dən test 42'ye kimi olan sualları işləyək. Elə bilin ki, hər testin içində bir dənə blok sxem var, 2 dənə Python kodu var. Yəni üstündə işləmək tövsiyə eləyərəm. Həqiqətən qəşəng suallar var içində. Bizim hazırlığımız sentyabrda başlayır. Yəni təqribən olaraq 2 ay sonra başlayır. Gün ərzində bir dənə belə yazsam, mən bunu qutarıram. Hazırlıq başlayana qədər. Prost etdim ki, qoy gündə 3 dənə işləyim, 5 dənə işləyim, indi nə qədər getsə də işləyim ki, yəni daha tez qutarsın canım. Bu günlərim ilk 3 testi işlədim. Blok sxemlərini də, kodlarını da. Bir dənə test üçün blok sxemində ilişdim. Çünki blok sxemdə aralıq necə verilir, tamam yadımdan çıxıb. Onu indi uşaqlardan qrupda soruşaram, ondan sonra yazaram. Yəni, informatika artıq bitdi, keçirik ingilis dilinə. Onun üçün də sadəcə söz öyrənəcəyəm, söz bazamı inkişaflətdirəcəyəm. Yəni, necə işlədiyimi ingilis dilini, Python-u onu bir dənə deyim, çünki soruşanlar falan olurdu. Python üçün dediyim kimi dəstələri işləyirəm. Əvvəl yazılım bilimi kanalına baxırdım. Prosto oradakı playlisti bitirdim. Yəni, indən sonra Python-u sadəcə tətbiq eləyərək öyrənməyə çalışacağım. Yəni, məsəl üçün bir kod yazdım, bilmədim ki, araşdıracağım, öyrənəcəyəm. İngilis dili üçün də sadəcə söz bazamı artırıram və sözləri öyrəndiyim lüğəti açıqlama hissəsinə qoyaram. Siz özünüz də baxa bilərsiniz. Yəni bu hal-hazırda ki sözlərə baxıram, düzdür oradakı çox sözü bilirəm. Prosta indi yenə də olurdu arada bilmədiyim sözlər falan. Yəni o səbəbdən də ən başdan başlamışam. A1-i qutardım, inşallah A2-ni də qutaracağam. Yəni bu cürünə keçirəm ingilis dilinə. I can't never take a break. Yeah, I'm hot and you not. That's why all my records bang. Oh, it's been a long hard road, gotta go home. Yeah, 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 yeah. Oh, and I know you love the way that I'm gon' keep going. Yeah, 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 came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff link, something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, why they mad at a man like me? I went too crazy. Better take that knee and kiss my ring, cause I be royal. Deməli, saat hazırda ona qalı 20 dəqiqə və ingilis dilini qutarandan sonra mən bir dənə girdim, içimdən çıxdım. Acından ölürəm, o səbəbdən də oturacağım, bir dənə qayğanaq falan bişirəm böyle ehtimalın özümə. Çox belə əlləşmə yaxudum yoxdur, qayğanaq eləyərəm, yəni xiyar pomidor doğrayaram, duzu deyib yiyərəm. Pendir tapsam bir dənə pendir çıxardaram, o ki belə qarşımalar şeydir, qarışdırıb yiyərəm. Yəni budur hal-hazırda və gəlin qayğanağı bir yerdə bişirək. Master şefli tariflərimdən sizlə belə müariflənin. Ses 1-2, ses 1-2.
paprika götürürsünüz. Çox belə cüzi miqdarda paprika, tuz götürürsünüz. Çox belə cüzi miqdarda duz götürürsünüz. Və çox belə cüzi miqdarda da çox cüzi miqdarda oldu. İstiyot dökürsünüz, amma ziyan yoxdur, istiyot da. Uşaqlar, qayğanağı pişirdim və işin püf nöqtəsini deyirəm sizə. Bundan sonra pişəndən sonra ya ketçup tökün ya da sumaq götürürsünüz, üstünə belə tökürsünüz. Ondan sonra yeyirsiniz. Bax, yanında da şirin çay, of, bomba kimi. Bunu heç kim deməz sizə. Yumurtanın üstünə bir dənə sumaq tökün, of, bomba kimi. Çox zor olur. İnanın mənə. Kanalın banneri demək olar kanal yaradılandan bəri qara bir fondu üstünə deyən ağ şriftlərlə Aysim Quliyev yazmışam. Neçə vaxtdır bunu dəyişmək istəyirəm, təzə bir banner hazırlamaq istəyirəm. Prosta heç axatım olmurdu. Bu günlər etdim ki, qoca, yəni ertələməklə olmur da. Düzəldim bunu, yükləyim kanala. Atırmışam indi buradan kanalını açmışam, şablonu da atmışam üstünə. Dedim şəkillər falan tapım, indi video falan taparam böyle ehtimalən. Bizə çalışdığım qədər maraqlı bir banner hazırlayayım kanala. Deyirdim ki, otururam belə çox maraqlı, səviyyəli bir dənə banner falan düzəldirəm. Prosta oturub fikirləşdik etdim ki, və sadəliyi başda açdı. Backgroundda bir dənə rəng atdım. Nə rəngi idi tam yadımda deyil. Bir dənə də boş çoxluq götürdüm. Maraqlı bir dənə şrift verdim ona. Ona da bir dənə rəng atdım. Belə rəng kombinasiyası qəşəng oldu məncə. Onu da əlavə elədim backgroundun üstünə. Banner belə kanalda hazırdır. Elə həmin o şəkli götürdüm, sonra birin biri ölçüləndirdim. Bu kanalda şey olur, videoya baxanda. Burada səhv eləmirəmsə bir kvadrat bir şey çıxır. Orada əlavə elədim. Də əlavə olundu olmadı bilmədim. Çünki biraz tez çıxdım saytdan. Amma məncə əlavə olunmuş olar. Çünki saxlayant olmadan çıxanda məsələn ki, bu yüklənmə saytdan belə çıxıyorsun falan. Təsdiq istəyir də məndən. Məsələn də dükana gedirəm və dükandan qayıdım. Ondan sonra yenə bomba kimi devam edəcəyik günümüzə. Zordur hər şey. Deməli, saat hal-hazırda 3'e işləyir 20 dəqiqə. Elə bilin ki, bayaqları video çəkəndən sonra mən evə gəldim. Yatdım, bir dəmci dincəldim. İndi oyanmışam. 3 dənə uzun video var. Biri sual-cavab videosudur, biri riyaziyyat haqqında bir videodur, biri də 9-cu sinifə təzə başlayanlar üçün falan bir videodur. Üçünü də çəkim. Editini böyük ehtimalla bugün eləmərəm, amma yəni çəkim, stokda dursunlar. Vaxt olduqca editləyərəm. Ondan əlavə də bu günləri axşam saat 6-da uşaqlarla məhəllədə görüşürük. Təqribi olaraq bu gün 12 dənə falan short video çəkəcəyəm. İndi ola bilər arada bir iki rəsm falan çəkə bilməyim, amma çalışdığım qədər hamısını çəkəcəyəm. Elələri də var ki, evdə çəkilməli videolardır. Gün başlayandan yəni eləməli olduğum çox şey eləmişəm. Bəzi xırda şeylər var ki, eləyənmədim. Məsəl üçün bu gün fikirləşirdim TikTokda canlı açaram. Prosta indi vaxt olmadı, açamadım. İndən sonra da çətin vaxt tapım. Yəni səhər oyandım, akademik şeylərin hamısını elədim, qurtardım. Sadəcə yəni sosial media ilə əlaqəli olan şeylər qalıblar. Onları da indi yavaş-yavaş eləməyə başlamışam, eləyirəm də. Yəni bu cürlə. Uşaqlar, deməli 2 dənə videonu çəkdim. Sadəcə bir dənə çəkməli olduğum uzun video qaldı. Onu da gedim bir damcını atışdırım, o cürünü çəkəcəyəm. Həm də həmin zaman zərf ərzində bu çəkdiyim videoları kompüterə yükləyim. Çünki telefonda yaddaş yoxdur. Yaddaş qıtlığı çəkirəm mən bu telefonda. Yəni bunları yükləyim kompüterə, telefondan silim. Həm yer açılsın, həm qarnım falan doysun. Çünki yəni açmışam. Bu da yəni qəşəng keçir gün. Yəni başlanğıcı çox da belə produktiv olmaya bilər, amma hal-hazırda yəni hər şey çox qəşəngdir. Türklər demiş, yəni belə tıkırında gedir hər şey. Cillop kimi. Uzun videolardan sonuncusunu da çəkdim. Yəni uzunlar artıq bitdi. Kompüterə yükləyirəm və qısa videolar çəkməyə başlayıram. Yəni bomba kimi gedir hər şey. Zaten çox ləzzət eləyir hamımıza. Yoruldum bu arada. Başım meylim getdi. Bir dənə çay içdim özümə için. Saatda 5'e işləyir 10 dəqiqə. Yəni 1 saat 50 dəqiqə vaxtım var. Bomba kimi. Deməli, çox bomba gedirik. Saat hal-hazırda 6'ya işləyir. Təqribi olaraq 45'e kimi mən bütün videoları qutarıram. Ondan sonra alınsa əgər Yusif gələcək bir dənə video qalır. Onu kimsə çəkməlidir. Mən çəkəmirəm. Tripodla da alınmır. Hərəkətli bir videodur. Onu da çəkirik. Ondan sonra inşallah 6 üçün məhəllədə oluruq. Çöldə çəkilməli olan videoları çəkirik. Çox bomba. Təqribi olaraq 3 dənəmi, 4 dənəminə videomuz hazırdır. Yəni qısa video hazırdır. Bu uzunları da inşallah məhəllədəki videoları çəkib qutarandan sonra evə gələcəyik. Onda editləyəcəm. Yəni birini editləyib paylaşacağam. O birisləri də baxarıq. Yəni vaxt tapdıqca editləyəcəm. İndi görəm bir iki dənə video var. Hamamda çəkilməlidir. Biri keçiddir. İkisi biraz mırçıqlı, bambara bir dənə videodur. Bomba kimi də. Əllə bir kanal səndə danış. Dostlar, videomuza xoş gəlmişsiniz. Bugün
məhlədəyi öz məhləmdir. Bu Asim də gəlib mənim məhləmə video çəkməyə. Buyur öz kanalını çıxırmış. Yaxşı. Deməli, hal-hazırda çöldəyik. Çöldə çəkilməli olan təqribi deyəsən 5 ya da 6 ya da 2 dənə video var idi. Bunlardan nəsə ikisini çəkdik. Çox cüzi hissəsi qalıb. Onlarda da roleplay eləməliyik. Nəsə indi onları da həll eləyəcəyik. Yəni videolar demək olar çoxsu hazırdır. Prosta aralarından 1-2-sini çəkəcəm. 12 dənə videodan ikisini çəkə bilməyəcəm. Qalan 10 dənəsini çəkəcəm. Həmin 10 videonda təqribi bir 7 falan hazırdır hətta. 7-8 hazırdır, sadəcə 1-2 dənəsi qalıb. Gəl, videomuza sənə qurban verdik, gəl. Gəl bura. Qorxunma mənə. Qorxdum. Reski təmas qurmada qorxuram. Bu pişin quyruğu niyə belədir? Neyse, gəl sənə video çəkəcəyik. Pişiyi təsəvvür eləyin, burada dayanmışam, baxın burada. Orada bir daha şey var, su baçoku. Orada pişiydi yanıb. Su çəni ya, baçok neydi deyən? Su çəni. Orada da pişiydi yanıb. Pişiyə 50 metrdən pis elədim. Pişiyi reskutundan, mən kim çağır ha? Nəsə amma gəldi belə, zor pişiyi çıxdı. Pişiyi özündə deyil məncə. Bayaq yerdə tum var idi. Tumla oynayırdı. Bu pişiyi özündə deyil. Əsməlim bu pişiyi özündə deyil. Bəli, əziz kanalımızın sakinləri, videoların hamısını çəkdik, qutardıq. Elə bilin ki, bir dənə varlı gülüşü yoxlamağı çəkə bilmədik. Ondan sonra evdə çəkilməli olan bir dənə video var idi. Onu çəkə bilmədim, çünki onu gərək kimsə çəksin. Yəni, o da ki, alınmır. Bir dənə də nəsə qaldı. Yox, heç nə qalmadı. Təkcə o 2 video qaldı. Onları da inşallah bu yaxın gələcəkdə həll eləyərik, çəkərik. Yəni, sabah da inşallah o 2 videonu çəkəcəyəm, bomba kimi. İndi dağılışırıq, bəs gedim evə bu videoların hamısı editləyim, atım TikTokda taslaqda qalsınlar özləri üçün. Bomba kimidir. Nəsə demək istəyirsən? Çətin olmuş toplanmaq. Ona görə dağılışırıq. Düzdür. Bir də ki, elmi sual. Saçına lezva vursun. Hə yazın. 5 dənə hə yorumu gəlsə saçına lezva verir. Vurursan? Yox, 5 azdır. 500 dən gəlsə bu. Videoya 70 like gəlsə vurursan. 100 like. Bu nədir vlogdur bu? Hə. Bu 1000 like gəlsə vururam. Dur, rədd kanalda opşum 1000 like yoxdur, toplasın. Evə gəldim, videoları editləyirəm indi. Yəni bu uzunlardan sual cavab editləyib paylaşacağam. Videonu burada qutarım, çünki bundan sonra bir şey eləməyəcəm. Özünüzə yaxşı baxın. İnşallah təzə videolarda görüşənə qədər. Biləcəm, hafıza, sağ olun, salamat qalın.